Salamünaleyküm. Buradan cənab prezidentə səslənirik. Hörmətli cənab prezident, Mehriban xanım, sizə səslənirik, bizə köməklik edin. Bugün biz Cəbrayıl rayon Harakük kəndindəyik. Burada bu cürə kəndi bərpa eləmişik, yaratmışıq, düzmüşük, qoşmuşuq. İndi pul məsələsinə gəlib çıxanda Qarabağ bərpa deyir ki, pul yoxdur. Və bu kənd layihədə yoxdur. Əgər yoxdursa layihədə, 4 ayda biz bu kənddə can qoymuşuq, işləmişik, kəndi yaratmışıq, bilmişik, düzəltmişik, hər bir şəraitini yaratmışıq burada. İndi pul keçməyə gələndə Qarabağ bərpa, Leysan müəllim və onun oğlu Elnur müəllim deyir ki, bu kənd layihədə yoxdur. Əgər yoxdursa, nəyə görə bir belə milləti bura gətirib yığıb, zülüm veriblər? Nə səbəbə? İndi biz də haqqımızı istəyirik, bizə səsimizə səs verən yoxdur, eşidən yoxdur. Qalmışıq belə, kimə dərdimizi deyək, kimə səsimizi çatdıraq bilmirik. Bax, bu gördüyün cəmaat hamısı pulun dərdindən qalıb burada. Nə evinə gedə bilir, nə bir şey edə bilir. Fasadını mən işləmişəm, 7800 manat tək mənim alacağım vardı da. 3 aydır burada işləyirəm. Nə yeməyimiz var, nə içməyimiz var, heç bir şeyimiz yoxdur, qalmışıq burada. Dərdimizə də çarə qılan yoxdur. Ortaya çıxan da yoxdur. Kimə də deyirik, hamısı deyir ki, Qarabağ bərpa pul keçməyib. Leysan müəllim deyir, Elnur müəllim deyir, pul keçmir. Bunlar dövləti, bu boyda xalqı dövlətin üstünə qaldırırlar. Belə şey olmur. Əgər yoxdursa bizi deyəcəm, onlar gətirib burada işlədirlər. İşlədirlər, gətirib pulumuzu versinlər. Mehriban xanım, köməklik istəyirik.